Coğrafiya elmi yeni dövrdə 17-ci əsrin ortalarında böyük coğrafi kəşflər dövrü başa çatır və sonrakı dövrlərdə materiklərin daxili rayonları ilə yanaşı, okeanlarda suyun temperaturu, duzluğu, axını, dib relyefi, qütbətrafı ərazilər öyrənilməyə başlanır ki, bu dövrdə də yeni ərazilərin axtarışı, materiklərin daxili hissələrinin öyrənilməsi davam etdirilir. Bering 1741-ci illərdə Bering boğazından keçərək Şimali Amerikaya çatır. O burada Aleyot adalarını, Aleska yarımadası və körfəzini, Kadyak adasını kəşf edir. 18-ci əsrdə İngilis dəniz səyyahı James Cook 3 dəfə dünya səyahət edir və Cook Sakit Okeanın bir çox adalarını kəşf edir və Yeni Zelandiyanın adı olduğunu müəyyənləşdirir. 1771-ci ildə isə Avstraliyanın şərq sahillərini tədqiq etmiş və onun sərbəst materik olduğunu söyləmişdir. Alman təbiətşünas Alexander Humboldt 1799-cu və 1804-cü ildə Ant dağlarını, Orinoco, Amazon çaylarını, Cotopaxi və Chimborazo və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir və həmçinin Peru cərəyanının materikin təbiətinə təsirini müəyyən etmişdir. Bitkilərin coğrafi enliklər və şaqli zonallıq üzrə yayılmasını öyrənmiş və materikin geoloji xəritəsini də tərtib etmişdir. Bu dövrdə Kruzenşteyn və Lisyanskini misal olaraq göstərə bilərik. 1803-6-cı illərdə 3-cü dünya səyahətini başa vururlar. David Livingstone 1849-cu və 1873-cü illərdə Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir və səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçir. O, Kongo Zambezi çaylarını, yuxarı axarlarını və Nyasa və Tanganika göllərini, Viktoriya şəlaləsini də kəşf etmişdir. 19-cu əsrin 70-ci illərində Afrikanın mərkəzi hissələrində Stenli tədqiqat aparmışdır. Və Rus səyyahları Bellinghausen və Lazarev 1820-ci ildə isə Antarktida materikini kəşf etmişlər. Şimal qütbünü Amerikalı Robert Peary, Cənub qütbünü isə Norveçli Roald Amundsen və İngilis Scott fəth etmişdir 1912-ci ildə. 1831-ci ildə isə John Ross şimal maqnit qütbünü, 1841-ci ildə isə James Ross cənub maqnit qütbünü kəşf etmişdir. 1977-ci ildə isə SSR-nin atom buzqıran gəmisi şimal qütbünə çatmışdır. 1872-76-cı illərdə İngilis tədqiqat gəmisi Challenger dünya okeanını öyrənmişdir və bundan sonra isə okeanologiya elmi meydana gəlmişdir. Tomlinson 1960-cı illərdə cis terminini ilk dəfə elmə gətirmişdir. Tur Heyerdahl Kontika adlandırdığı qədim dövr gəmisi ilə səyahətə çıxmışdır və bir neçə dəfə Azərbaycanda olmuşdur. O, Skandinaviya ilə Qobustan qayası rəsmlərindəki gəmi təsvirlərinin oxşarlığını müəyyən etmişdir. Tur Heyerdahl Skandinaviya tayfalarının Şimali Avropaya Qara dənizdən şərqdə yerləşən ərazilərdən, o cümlədən Azərbaycandan gəldiyini sübut etməyə çalışmışdır. Coğrafiyanın inkişaf mərhələləri ibtidai təsəvvürlər dövrünə aid olan səyyahlar Fales, Eratosfen, Aristotel, Ptolomey, orta əsrlər dövrünə Əl-Birunidir, Vikinglərdir, Leif Eriksondur, Piri Reis də bura aiddir, Martin Behayna aiddir, Marco Polo, Kopernik, böyük coğrafi kəşflər dövrünə Christopher Kolumb, Vespucci, Vasco da Gama, Ferdinand Magellan, Elcano, Janson, Tasman, müasir dövrə isə Dejinyov, Bering, Cook, Humboldt, Livingstone, Stanley, Bellinghausen, Lazarev, Dokuçayev, Lomonosov, Amundsen, Scott, Robert Peary, John Ross və James Ross aiddir. Şimali Amerikanın şimal ərazilərinin kəşf olunmasına Fransız və İngilis səyyahlarının böyük rolu olmuşdur. Mərkəzi və Cənubi Amerikanın kəşf olunmasında isə Portuqal və İspan səyyahlarının böyük rolu olub. Azərbaycan ərazisinin haqqında məlumat vermiş səyyahlar qədim dövrdə Strabon və Ptolomey, orta əsrlər dövründə Afazi Nikitin və Marco Polo, yeni dövrə isə Tur Heyerdahl və Alexander Dumas aiddir.